Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Ötən gecə Ələt-Astara magistralının 202-ci kilometrliyində Şılavar kəndində Bakırın Qaradağ rayon sakini 1984-cü il təvəllüdlü İlham Rəşadoğlu Dəmirovun idarə etdiyi KAMAZ markalı 90B061 dövlət nömrə nişanlı yük maşını Ledik rayonunun Pirant kənd sakini 1965-ci il təvəllüdlü Əlimərdan Ayazoğlu Məmmədovun idarə etdiyi VAZ 2107 markalı 42BJ253 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilin sürücüsü və 4 sərnişini Lerikin Bobla kənd sakinləri Həqiqət Quliyeva, Vilayət Hüseynov, Günəş Hüseynova və Qismət Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Əlimərdan Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə stabildir. İlkin versiya kimi qəzanın VAZ 2107-nin KAMAZ-ın qarşısına çıxması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanılıb. Cabir Məmmədov, Səs TV, Lənkəran.